X istiqamətində külək yükünü verməkdən ötəri baxırıq biz X, Y müstəvisində və bizə lazımdır külək yüklərini fermalara və sütunlara vermək. Bunun üçün mən keçirəm polifiltrdən, buradan elementlər bölməsində deyirəm by orientation Y demək X, O, Z. X, O, Z-lərə görə bu qaydadan bunları seçirəm. Fragmentation. Yəni bizə lazım olur. Yalnız birinci ferma, sonra bu hissələr də 2 ferma, bir də bu. Yəni buradakı bəzi elementlər var, onlar bizə lazım deyil. Fragmentation. Y-Z-də baxırıq. Bu pəncərəni bağlayaq. Bizə lazım olacaq fermanın üst kəməri, bu hissədə bir də sütunlar. Sağ düymə, fragmentation. Tutalım külək yükü hesablanıbdır və alınıbdır bu hissədə aktiv tərəfdən. Məsəl üçün 300 kiloqram. Sağ tərəfdə isə məsəl üçün alınıbdır 250 kiloqram. Z9 ilə fermaya tutalım düşübdür mənfi 100 kiloqram. Bu tərəfə də düşübdür mənfi 150 kiloqram. Yəni bunların hamısını mən bu dəqiqə burada hesablamağa vaxt itirmirəm. Ancaq bizim tikinti normalarında yüklər və təsirlərdə siz baxıb dəqiq külək yükünü hesablamalısınız. Sağ düyməni vururam, Restore model. Yüklərin qiymətini dəyişmişdən ötəri Edit Load'dan da istifadə etmək olar. Keçirik növbəti yükə. Külək Y istiqamətində. Adətən külək Y istiqamətində verilir fахverk sütunlarına. Biz də bu fахverk sütunları biz burada yaratmamışıq. Əslində bunu yaratmaq lazımdır. Və gəlin yaradaq fахverk sütunlarını. Bunun üçün seçirəm sütunu. Və kopyalayıram. Altı metrdən 1, 2, 3. Bunu da Y ox üzrə 60 metr kopyalayıb.